bu adama o sözü deyə bilməzsiniz, siz maddi imkanım yoxdur. Adam ayağından olub. Necə olur idarəsinin maddi gəliri zəif olan rəhbərlərin 90% ən bahalı maşınları sürürlər. Ən bahalı həyat tərzini keçirirlər. Məbləğ yoxdursa sizə də olmasın da. Yox, sizə məbləğ varsa, demək ki, ona da məbləğ var. Yoxduğunu bizə də göstərin. İnanaq ki, gerçəkdən də yoxdur. Bir poçtun rəhbərindən danışıram. Tutaq ki, misal çəkirəm. Və yaxud da ki, məsələn, bir bələdiyyənin sədrindən danışıram. Sən görəndə ki, o ən son model maşın sürür və yaxud da ki, qiyməti 200 min olan maşın sürür, sən anlayırsan ki, bu adam bunu maaşla almayıb. Ya hə, təməlində imkanlı ailənin övladı olub, heç o vəzifəyə təyin olunmadan da bu maşını sürübsə, bu başqa məsələdir. Amma əksəriyyəti vəzifəyə təyin olunandan 3 ay, 5 ay sonra maşınlarını dəyişirlər. Mən bilmirəm, onların oturduqları otaqlarında göydən pulumu yağır, sürpriz, tökülürmü oradan, yoxsa necədirsə, hər halda bu maraqlıdır. Bu adam bir ömür şikəstdir, bir ayağı yoxdur. Barmaqlarının da bir neçəsi yoxdur. Və siz buna qayıdıb, bizim maddi imkanımız yoxdur, sənə kömək edeyim deyə bilməzsiniz. Və yaxud da ki, kompensasiya ödəmirəm deyə bilməzsiniz. Çünki kompensasiya ödəmək həmin idarə rəhbərinin borcudur.